Bəli, sosial şəbəkələri buraxıram. Bir dəqiqə, bu videoda bir qəribəlik var. Hepinize selamlar dostlar. Bugün sizlerle birlikte yeni... Bir dəqiqə, bu videoda da bir qəribəlik var. Hepinize selamlar dostlar. Dayan artıq. Sənə bayaq 3 video göstərdim və bil görək bu videoların ortaq nöqtələri nə idi? Kopyalanmak. YouTube, TikTok, Instagram sosial şəbəkənin 50%-ni təşkil edən bu proqramlarda maraqlı, diqqət çəkici, keyfiyyətsiz videolar çəkərək məşhur ola bilərsən. Bu proqramlar ilk çıxdıqlarında məzmun paylaşanlar və izləyənlər düzgün, səmimi, əyləncəli vaxt keçirmək istəyən insanlardan ibarət. O vaxtlardan təxmini 10 il keçib. Artıq video paylaşanların tək dərdi pul qazanmaqdır. Bir kontent tutduğu zaman hər kəs bu kontentin eynisini kopyalayaraq milyonlar izlənir. İzləyənlər əvvəlki qədər xoşbəxt deyil artıq. Bir çox məzmun paylaşan izləyicilərini aldadır. Normal deyilə biləcək YouTuberlar barmaqla sayılacaq qədər azalmağa davam edir. Hər kəsin bir-birini kopyaladığı bu sektorda məktəbə getməyən uşaqlar belə xarici videoları kopyalayaraq məşhur olurlar. Bu videoları izləyənlər hər gün sosial şəbəkələrdən tiksinməyə davam edirlər. Amma eyni zamanda bu videoları izləyən insanlar mütləq belə bir söz işlətmişdir. Ala, bunlar nə qədər qazanır? Yaxşı, bunu çox düşünmə, çünki mən varam və sənin üçün bunu yoxlayacağam. 7 gün boyunca TikTok, Instagram və YouTube'da çox izlənmiş xarici videoları oğurlayıb mənimmiş kimi göstərərək asılım kanallarda paylaşacağım. Ekrana yaxın əyləş, mən Razers və oyun başlasın. Bugün birinci gündür. Erkən oyandım çünki bugün çox iş var. Əvvəlcə bu videoların necə təzdə olduğunu dərin araşdırmalıyam. Nə qədər pis ola bilər ki? Bu yaxşı bir fikir olmaya bilər, amma bu videoları necə hazırlayacağımı artıq bilirəm. Xarici videonu endir, bu sayt ilə mətnini çıxar, CapCut'da alt yazıya sansura, sonra da öz dilində tərcümə et. Mən öz səsimlə istifadə etməyəcəyim üçün Google'dan tapdığım bu sayt ilə səsləndirəcəm. Abone olmayı unutmayın. Biraz keyfiyyətsizdir, amma olsun. Hər gün 3 video paylaşacağım. Varlı olma vaxtımız gəlib çatır. 3 videoda paylaşılmağa hazırdır. Saat 5'də hazırlığa getmə vaxtımdır. Görək gəldikdən sonra nələr baş verəcək. Üç video ilə mənim kanalımın izlənməsini keçib. Bunu həqiqətən gözləmirdim. Əsl sonuç, TikTok'da paylaşdığım 3 video təxmini 190 bin izləndi və bunu hələ də qaldıra bilmiş deyiləm. YouTube'da isə təxmini 26 bin izləmə əldə etdik. Instagram'da isə işlər əldə də yaxşı deyil. Yatmazdan əvvəl 3 videoda hazırladım. Sonra isə yatdım. Bugün vaxtım çoxdur. O da görə oturub gələcək günlər üçün stok video hazırlayacağım. Tam 15 video hazırladım, amma psixoloji olaraq yaxşı deyiləm. Bu uşaq 6 ay erkən televizora baxırdı. Saat 8'dir. 3 videoyu da paylaşdım. Nəticələrə isə sabah baxarıq. TikTok cəhbəsində işlər həmişəki kimi yaxşı gedir. YouTube və Instagramda isə olduğu qədər. Bu cədə kopyalamağa video axtararkən çox tuta biləcək bir video gördüm. Aha, bu video. Bildiyiniz kimi Azərbaycanda hindlilərə qarşı böyük bir həvəs var. Hind kiloları, hind rəqsləri, hətta Şahrukh mahnıları. Şahrukh. Nəysə, bunu boş verin. Videoları paylaşdım. Düşündüyüm kimi hind videosu partladı. Yəni olduğu qədər. Amma Instagramda heç bir video keşfətə düşmədi. Buradan Instagram'a seslendirəm. Allah ola. Bugün stokdakı videoları paylaşdım, amma izlənmədilər. Çox ciddi bir düşüş fərq etdim və videoları kopyalama dozunu artırmağa qərar verdim. Üzücü Kore hekayəsi, kopya. Tələbələrin şərti, kopya. İnanılmaz qapı aləti, kopya. Bugün çox iddialı videolar paylaşacağım və tutacaqlarından demək olar ki, əminəm. Çünki keyfiyyətli kopyaladım. Həqiqətən ciddiyəm. Videolar izlənmir. Deyəsən Azərbaycanlılar kopya kontentlərə qarşı dözümlülük qazanıb. Sözümü geri alıram.
videoları hazırlamaya tekrar başladım. Bu sefer keyfiyete biraz daha dikkat etirdim. Videolardaki məzmun ilə əlaqəli mahnılar tapdım və daha diqqət cəlb edəcək videolar seçməyə çalışdım. Bəli, yenə izlənmədilər. Sabah son gündür və açığı çox bir şey gözləmirəm. Həmişəki kimi videoları hazırladım, paylaşdım və izlənmədim. Deyəsən mən bu trend qatarını çoxdan qaçırmışam. Sözün düzü belə etməyinizə ehtiyac yoxdur. Bilirəm, artıq sosial şəbəkələrdə üstünə düşünülmüş, yaradıcılıqla dolu kontentlər demək olar ki, qalmayıb. Paylaşılan məzmunlar o qədər oxşar və əziyyətsizdir ki, artıq kopya məzmunlar belə izləyicilər diqqətini cəlb etmir. Süni intellektin inkişafı ilə bərabər məzmunlar o qədər robotlaşmağa davam edir ki, bu həqiqətən qorxunçdur. Məzmunların belə eyniləşməsi insanların duyğularının belə eyniləşməsinə gətirib çıxarır. Amma bəziləri xaric. Məsələn, xarici youtuberlar daha çox izlənmə almaq üçün videolarına professional dublaj gətirir. Hətta bəziləri çox tik almaq üçün canlı risk atmağı göz alır. Amma Azərbaycanda isə Mən bayaq nə izlədim? Bu videonu izledin. Like at, abone ol, komment yaz. Hə, bir də açıqlamadakı linkdən Coffee.al saytına gedərək mənim üçün kofe al. Kofe almış hər bir şəxsin adını digər videomda çəkib təşəkkür edəcəm. İndidən sağ ol.